Elə bil evimizə qar yağıb. Sən Allah bu evin nəyi çatmır. Üçlərsə. Təmirsiz qiymətinə təmirli. Dövlət ipotekasına tam yararlı. 83 kvadrat metr 99.500 manat. Yeri mərmərdir. İstipolla təchiz olunub. Bu mənzilimizin girişidir. Dəyişilib, seyf qapı qoyulub. Bu bir yataq otağımızdır, qonaq otağımızdır. Sanitar qovşaqları ayrı-ayrı. İkinci yataq otağımız. Başlayırıq mənzilimizin. Qonaq otağından qubça var. Qubça hal-hazırda əlimizdədir. Qonaq otağımız. Maşallah olsun, evimiz çox gözəldir, dəyərli müştərimiz. Bilirsiniz də, yeni təmirdən çıxmış mənzillə təmirli mənzilin fərqi çoxdur. 15.000 qabağa düşürsünüz. Ona görə ki, yeni təmirdən çıxmış mənzil, belə deyim də, ən azından bir 15 il gedəcək. Qonaq otağımız, bu mətbəximiz, yeri mərmərdə, altı istipolla təchiz olunub. Mətbəximiz, bir dənə dəyərli müştərimiz, burada elə bir qonaq otağından mətbəxinə keçsən. Bütün pəncərələrimizin, otaqlarımızın hamısının pəncərəsi çövdəndir. Mənzilimizin suyu, işığı, mərkəzləşmiş istili sistemi, sənədləri tam qaydası, qubça var. Qubça hal-hazırda əlimizdədir. Qazın da sayğacları quraşdırılıb, inşallah yaxın vaxtlarda veriləcək. Qazımız da verilən kimi 15-20 min qabağa düşəcəksiniz. Bu bir yataq otağımızdır. İndi isə keçirik. Sanitar qovşağına bu bir sanitar qovşağıdır. Divarı, yeri hamısı mərmərdir. İkinci sanitar qovşağımız. Aksesuarlar yığılıb. Sanitar qovşağından onvallik qoymağı əladır dəyərli müştərimiz. Çox evlərdə olmur, amma bu evdə qoyulur. İndi isə keçirik ikinci yataq otağına. Bu da ikinci yataq otağıdır. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi görəsiniz. Sağ olun.